Saat 06:38-dir və biz Asan İnnovativ İnkişaf Mərkəzinin Süni İntellekt Savadlılığı proqramı çərçivəsində Ağdama yola düşürük. 5 saatlıq yol qət eləyərək biz Ağdama çatdıq. Süni İntellekt Savadlılığı proqramına artıq 3000-dən çox insan qoşulub. Bakı ilə yanaşı biz Şuşada və Göyçayda da bu təlimləri keçirmişik. Hal-hazırda isə Ağdamda sakinlər bu təlimə qoşulacaq. Ağdam şəhər sakiniyəm. Bugünkü təlimdən çox razı qaldım. Düşünürəm ki, həqiqətən qadınlarımızı inkişaf etdirmək üçün çox gözəl bir təlim oldu. Hal-hazırda süni intellektin inkişafı cəmiyyətimiz üçün, əsasən də xanımlar üçün çox gərəklidir. Çünki ən azından şagirdlərimizin dərs öyrənməsi üçün, onların yeni nəsil olaraq yetişməsi üçün süni intellektlərdən həm valideyn olaraq, həm də şagird müəllim olaraq istifadəsi əsasdır. 50-yə yaxın iştirakçı ilə təlimimiz yekunlaşdı. Digər regionlarda da bu təlimlər həyata keçiriləcək.